محمد رسول الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح الله أكبر الله أكبر لا إله إلا الله. الحمد لله نحمده نستعينه ونستغفره ونتوب إليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطيع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فيا عباد الله أوصيكم بالتقوى والطاعة إن الله مع الذين اتقوا والذين هم محسنون. Değerli müminler, möhtərəm qardaşlar. Qur'an-ı Kərim ən qüdrətli kitab və Rəsulullahın ən böyük möcüzəsidir. Qur'an-ı Kərim qorunan əbədi bir kitabdır. Batil ona sirayət edə bilməz. Qur'an biz müsəlmanlar üçün mötəbər və qəti olan ilk mənbədir. Rəsulullahın sünnəsi isə Qur'anı öyrənən və onu izah edən ikinci mənbədir. Qardaşlar, kim Qur'anın praktik metodunu və əsaslarını tanımaq istəyirsə, bunu Rəsulullahın sallallahu aleyhi ve səlləmin əməllərində, sözlərində və təsdiqləyici davranışlarında əksini tapmış sünnəsində təfsilatı ilə öyrənə bilər. Sünnə yol və üsul deməkdir. O, Qur'anın açıqlamasında İslamın mahiyyətini və təlimlərini insanlara izahında peyğəmbərlik hikmətini ifadə edir. Mövzumuzdan da bəlli olduğu kimi, yəni bugünkü xutbəmiz Peyğəmbər sallallahu aleyhi ve səlləmin sünnəsi ki, ona hədislər deyirik, buna ehtiyac varmı ya yoxdur? Bu haqda olacaq. Çünki son zamanlarda bir dəstə insanlar, bir dəstə qrup deyim, cəmaat deyim, kimlər isə bilmirəm, bunlar ya hədisi dərk elə bilmədiklərindən dolayı deyim, deyirlər ki, bu şeylər hədisdə yoxdursa demək ki, bunu etmək olmaz. Və ya deyirlər ki, ümumiyyətlə deyirlər ki, özlərini Qur'anilər adlandıraraq deyirlər, hədisə heç ehtiyac yoxdur. Bu bəlaya uğramaqdayıq. Rəsulullahın hədisləri, qardaşlar, ifratçılar, cahillər və nadanlar tərəfindən bəlaya uğrayır. İfratçılar, cahillər və nadanlar. İfratçılıq elə bir xəstəlikdir ki, qardaşlar, bizdən qabaqki kitab əhlində məhv edibdir. Onlar əqidədə, ibadət və davranışlarda ifrata varmışdılar, dini çətinləşdirmişdilər. Allahın izin vermədiyi şeyləri, qanunları, yəni halalları, haramlar da halal saymağa başlamışdılar. Və ona görə də Allah Teala Qur'an-ı Kərimdə xitabən buyurur ki, Estağfirullah, Qul ya əhlil kitabı, la ta'lu fi dinikum.
ey kitab əhli, dininizdə haqsız yerə ifrata varmayın. Bizim dinimiz asadlaşdırandır, çətinləşdirən deyil. Yəni, ifrata varmaq olmaz. Bugün də ara sıra görürsən ki, məscidimizdə də belə ara sıra qardaşlardan rastlaşdırılır. Özünə də əziyyət verir. Özündən də dolayı çətinləşdirməyə çalışır. Olmaz, ifrata varmaq olmaz, qardaşlar. Nə var? Quran-ı Kərimdə, Peyğəmbərimizin sünnəsində bu iki şeylərdən anlaya bilmədin, alimlərimizin rəylərinə var. Bunlardan tap və ayədə də, hədisdə də həm özünə, həm də özünün müqabilində səni görənlərə asanlaşdırmaq, asan olanı tətbiq etmək buyurulur. İkinci cahillər, yəni uydurma hədisləri yaratmaqdan, yazmaqdan, tətbiq etməkdən məşğul olanlardır. Bu insanlar bilirlər ki, insanların sinəsində, qəlbində və daimən oxunan Qur'ana nə isə əlavə etmək mümkün deyil. Çünki Qur'anı Allah Teala qoruyur. O bunu bilirlər ki, ora nə isə əlavə etmək mümkün olmayacaq. Ona görə hədislərdən yapışıblar. Və hədislərə nə isə uydurmağa çalışırlar. Bunu bu dərəcə etmək lazımdır, bu şeylər var. Bunu özlərinə gün çıxardılar, namaz çıxardılar, ibadət formasını çıxardılar. Bu da olmaz. Qardaşlar, yenə dediyim kimi, Qur'an var, birinci mənbəmiz, hədislərimiz var, bu ümmətin alimləri var. Bizə ki, Peyğəmbərimiz də buyurur ki, hədis şərifində deyir, Əl-uləmə vərəsətul ənbiyə. Alimlər Peyğəmbərlərin varisləridir. Süzgəçdən keçirib gələn alimlərimiz var bizim. İctihad edən alimlərimiz var bizim. Bax gör, bu Quranda yoxdur, hədisdə yoxdur. Bu alimin bu fətvasında varmı sən bunu tətbiq edirsən? Yoxsa bir toplum cəmaat yaradıb, biz bunu bəl etmək istəyirik. Sən ibadətlə məşğul olmaq istəyən bu başqa məsələ. Elə, ibadətlə məşğul ol, bunu ibadətlə səmir. Amma ibadəti hökm halına gətirmə. Etdiyin ibadəti hökm halına gətirmə. Çünki sənə o ixtiyar verilməyir. O ixtiyar Qurandadır, Peyğəmbərimizin səhih hədislərindədir və bir də alimlərin ictihadındadır. Bunda tapdın, tapmadınsa ibadətlə məşğul ol və cəmaata da qoşulma ki, yəni sən bunu mütləq etməlisən. Uydurma, gətirmə bunu, yamaq eləmə bunu. Loru dildəsə bunu soxuşturma buraları, bu cərgiyə. Üçüncü isə, qardaşlar, nadanlar. Nadanlar, yəni o kəslərdir ki, səhv yozumla məşğuldurlar. İstər Quran olsun, istər ayəni olsun. İstər Quranın ayəsi olsun və hədislər olsun. Yəni, səhv yozumla, yormaqla məşğuldurlar. Ümumiyyətlə, dini mətinləri və ayə və hədisləri səhv yozma köhnə xəstəlikdir. Yəni, bu bugünkünün xəstəliyi deyil. Sadəcə ara sıra gedir, sonra qabardırlar, gətirirlər, ortaya çıxardırlar. Əvvəlki millətlərdə olduğu kimi çox təəssüflər olsun ki, müsəlmanlardan da yəni, bu xəstəliyə mübtəla olanlar var. Səhv yozma müxtəlif səbəblərdən qaynaqlanır, qardaşlar. Bəzən cahillikdən, bəzən dar düşüncəlikdən, bəzən zənnə qapılmaqdan, bəzən də ən bəlası da nəfsinə hakim ola bilmək. Yəni, nəfsinin, güc gəlir nəfsini göstərməkdən ötərdiyim, bunu mən belə başa düşdüm, belə anladım, bunu çatdırım mənə. Bax, bu lap böyük bəladır. Bu, onlardan da təhlükəsidir. Əvvəlki ifratdan da, uydurmadan təhlükəsidir, nadanların səhv yozması. İndiki dövrdə də müsəlmanların üzləşdiyi problemlərdən də bax, biri budur. Çünki az öncə də xutbənimizi başlayanda qeyd edərkən dedim, yəni müsəlmanların bu xutbəmizin səbəbi də odur ki, belə bir dəstə çıxardır ortaya. Yəni, biraz bu özlərini ilahiyyatçı deyimmi, ekspert deyimmi, kimsə deyimsə adlandırın. Bunların yarısı jurnalistlər, nə bilim, kimlərsə belə bunları ilahiyyatçılıq ortaya çıxardıblar. Yəni, bunu ümmət çıxartmayıb. Yarısı öz-özlərini belə elan ediblər, qaçıb da gedib öz dövlətlərində yaşamırlar, başqa-başqa yerlərdə yaşayırlar. Təsəvvür edin ki, bir küfr diyarında yaşayıb, müsəlmanlara oradan televizor vasitəsilə bir notlar, mesajlar göndərirlər ki, filan şey belə olmalıdır. Filan şey bu qədər eləməlisən. Yox, bu hədisin yorumu budur. Yox, ümumiyyətlə hədisə ehtiyac yoxdur. Ya yorumunda səhv edirlər və yaxud da ki, hədisi inkar etdirməyə çalışırlar. Mesela bu zehni problem, qardaşlar, bu vicdani problemdən daha təhlükəlidir. Çünki zehin insanın təsəvvürünü
formalaşdırır, ortaya çıxardır. Ona görə zehri problem vicdanı probleminin daha biraz təhlükəli olduğu üçün buna diqqət yetirmək lazımdır. Və bu dini təhsili olmayan, biraz zəif olan, məsələn, biz öz dövlətimizi götürək. Biz 70 il və 70 yox, təqribən 230 il, 250 ildir ki, biz yəni Rus hökuməti bura işğal edəndən sonra bu Azərbaycanı yaşadığımız sonra hər şeyimizi əlimizdən almışdı. Məscidlərimizi, ibadətlərimizi, namazımı, nə bunlar sayaq. Ben bir dəfə demişəm, bir də təkrar edirəm. İki şey qəti olaraq bizim əlimizdən ala bilməmişdi. O da namaz qılmağı, cənazə namazı qılmağı, bir də nikah kəsməyi. Qalan meçidlər də sökülüb gedirdi, ibadət edə bilmirdin, Quran oxuya bilmirdin, tapılmırdı, Quran yox idi. Amma pis, yaxşı o yaşayan ağsaqqallar, o nətər deyim, molla rolunu oynayanlar, bu günlərim sən çıxıb televizorda mollaların ünvanına ağlıva gələn deməkdən deyil. Amma bir o fikirləş ki, onlar o kəsəkəs dövrdə, o sıxıntı dövründə bu insanları kəfənsiz, cənazəsi yola salmağa qoymadılar. Əzildilər, təhqir olundular, amma namazlarını qıldılar, cənazə namazını qıldılar onlara. Nikahlarını kəsdirlər ki, bu ümmət zinadan doğulmasın. Ona görə bizdə ikili nikah yaranıbdı ortaya. Və bu gün də bir ağzı görsəklər çıxır ortaya ki, yox, bu mollaların nikahı boş şeydir, filan şeydir, feşman şeydir, mollalar nəmlə pul almaqdan ötəridir belə. Bu heç də bizim dərdimiz deyil, pul almaqdan ötəri deyil. Heç bu haqda bir problemimiz də yoxdur. Biz heç məscid olaraq da pul da almırıq, ümumiyyətlə. Amma, düzdür, bəzi burada addan istifadə edənlər ola bilərlər. Amma məsələ bundadır ki, qardaşlar, yəni, hər şey əlimizdən aldılar, bu iki şey ala bilmədilər. Üç şey qaldı. Bugün də bunlar ortaya gəlirlər, çıxırlar, yaradırlar, nəsə danışırlar bunlar haqqında. Bunları biz yenə demişim, şeytanın deyə bilmərik ki, sən bu işindən əl çək. Şeytanın işi odur. Biz özümüzü islah eləməliyik ki, belə şeylər varmı, yoxsa yoxdur. Necə yəni, hədis inkar edək və ya hədis yoxdur. Bax, belə bir cəmiyyətdə, yəni uzun müddət hər şeyləri əlindən almış cəmiyyətdə yaşayan insanlar da beləsi nadanlar tərəfindən, o televizora çıxırlar, jurnallarda yazırlar, filanlarda, beləsi nadanlar tərəfindən, yəni onlara ümidlə baxırlar. Ümidlə baxırlar ki, kişi ilahiyyatçı da çıxıb saat dinimi açıqlayacaq mənə. Amma daha bilmir ki, bu kimə və nəyə qulluq edir. Hədislər bizə, az öncə də qeydlədim, mütləq, çünki hədisiz biz Qurana girə bilmərik, aça bilmərik Quranı. Mümkün deyil ki, Quranı tamamlayaq. Ona misallar gətirəcəm. Birinci olaraq, Allah Teala ayədə buyurur ki, Estağfirullah, وَاَنْزَلْنَا اِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ Mən sənə zikri öyrətdim ki, sən onu insanlara aydınladasan. Yəni, Qur'anı Allah Peyğəmbərə verdi, ona görə verdim ki, deyir, sən də onu insanlara aydınladasan. Peyğəmbərimizin o sözləri, davranışları, hərəkətləri, baxışları o Qur'andır. İkinci, Rəsulullahın metoduna görə, hədisinə görə biz insan mələk deyilik. O metod, o Rəsulullahın sünnəsi bizə deyir ki, biz, eləcə Rəsulullah özü, yəni yeyən, içən, davranan, yaşayan, hər bir bizim gibi normal bir həyatda yaşayan bir insandır. Amma onun halı, hərəkəti, davranışı, necə ki Allah Teala Qur'anda deyir ki, onun dediyi sözlər də vəhiy kimidir. Yəni biz deyək ki, indi Peyğəmbərin sözlərini qulaq asmayaq, ataq qırağa. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisində deyir ki, Səllu kəmə rəaytumuni usalli. Quran bizə deyir, namaz qılın. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, məni necə görürsə namaz qılıram, o cürə namaz qılın. Bunda necə deyək ki, hədislərə ehtiyac yox, elə Quranla götürək. Axı, bu Peyğəmbərdir ki, məni necə görürsünüzsə namaz qılın, necə namaz qılarım, siz elə namaz qılın. Və yaxud da Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Xuzu mənasikəl həcci anni. Haccın mənasiklərini məndən götürün. Baxın, örgənin. Mən bunu gedirəm, praktik olaraq göstərirəm sizə. Siz də bunu məndən götürün. Bugün yazılmayıbsa, olmayıbsa deyə bilərim ki, yəni yoxdur belə bir şey hədislərdə. Səhabə, qardaşlar, səhabələr hansı ki Peyğəmbər sallallahu aleyhi ve sellemin yanında idilər,
görürdülər və Qur'an-ı Kərimdə onların dilində nazil olmuşdur. Onların anlayacaq və danışa biləcək dildə nazil olmasına baxmayaraq, səhabələr belə Qur'an ayəsini oxuduqda, anlamaqda, qavramaqda çətinlik çəkdilər. Məsələn, misal üçün, Ənam surəsinin 81-ci ayəsini misal gətirək. Bu haqda misallar çoxdur. Bir misal olaraq gətirmək. Ənam surəsinin 81-ci ayəsində Allah Teala buyurur. Estağfirullah. Əl-ləzīnə əmənu ləm yəlbisu imanəhum bi zulmin ulaikə ləhum əmnə və hum muhtədun. Yəni nədir? O kəslər ki, iman gətiriblər və imanlarına zülmü qarışdırmayıblar, onları əmin-amanlıq gözləyir və onlar hidayətdə olanlardılar. Səhabə oxudu bu ayəni, səhabələr bir dəsə oxudu ki, yəni iman gətirmişik və zülmü də, bu da mümkün deyil. Yəni imanımızı, zülmümüzü qarışdırmır. Çünki dəvə getmir, onu vurursan, ona zülm eləmiş olursan, uşağın üstünə qışqırırsan, ona zülm eləmiş olursan, ailədədir qadınla nəsə problem, yəni zülmsüz bir şey olmur, yəni bir haqsızlıq hər insandır da, yəni bizim əqidəmizə görə, yəni ayədə də buyurur ki, xuliqal insana daifən, yəni insan hər zaman öytə, nəsiyyətə, kəramətdə olan bir, möhtacda olan bir varlıqdır. Bu və ya digər şəkildə xətalar ola bilir, edə bilir. Səhabələr gəldilər ki, ya Rasulallah, baxı, bu necə olacaq? Baxı, bizim balaca da olsa da, kiçik də olsa da, nəsə bilərəkdən, bilməyəkdən olsa bu zülmləri, bizim imanımız əldən getmiş olur ki, onda. Ayəni oxuyurlar, ha, çünki yəni iman gətirənlər və imanlarına da zülmü qatışdırmayanlar, qatmayanlar. Bu da ki, mümkün deyil, yəni. Ara sıra olur, edirik bunu. Hirslənirik, qəzəbdən nəsə, axımda onda imanımız əldən gedir. Rəsulullah dedi, yox, siz səhv anlamısınız bunu. Əleysə bizə ələkə dedi. Bu belə deyil. Bunu səhv anlamısınız. Rəsulullah digər bir ayəni misal gətir, dedi, burada şirkdən gedir söhbət. Şirki imanınıza qatmadıqda. Necə ki, Loğman surəsinin ayəni gətir ki, əstəğfirullah, İnnə şirkə lə zülmün azim. Həqiqətində şirk çox böyük, əzəmətli bir zülümdür. Şirk etmək, şirk qoşmaq, Allaha şərik qoşmaq. Baxın, səhabə və Rəsulullahın yanında ayəni oxuyur, qavramaqda çətinlik çəkə bilir. Bu günlərim 14 əsrin üstündən keçib, 15, 12, 13 əsr üstündən keçib, biz bu günlərim ayəni oxuyub da hədisə ehtiyac yoxdur deyə bilərikmi, qardaşlar? Nə dərəcədə doğru ola bilər? Çünki Rəsulullahın, qardaşlar, sünnəsi insanların zəifliyini, edə bilməyəcək şeyləri nəzərə alaraq biz insanların o təhəmmül edə bilməyəcəyimizi, zəifliyimizi nəzərə alaraq mübahların sayını çoxaldır, icazələrin sayını çoxaldır, haramları biraz qısaldır. Bunu biz Peyğəmbərin hədislərində görürük, tapırıq. Məsələn, Peyğəmbərimiz hamımız bilir ki, ipək geymək kişi üçün haramdır. Amma xəstə olanlara Peyğəmbərimiz icazə verirdi, bunu geyin. Asanlaşdırır. Bunu Peyğəmbər... Yəni, bu uzun mövzudur, qardaşlar. Çox misallar da gətirmək olar. Bunu unutmayaq ki, Rəsulullahın hədislərinə və xüsusən də ki, səhih hədislərinə baş vurmadan, oxumadan, əzbərləmədən, öyrənmədən Qur'an-ı Kərimi tam olaraq qavraya bilmərik. Bu mümkün deyil. Ona görə bax, beləsi çıxan hər halda bu geniş vüsət tapmıyorsa da bu günlərim, amma ara sıra bizə xəbərlər də gəlir çatır, beləsilər də var. İstər mətbuatdan olsun, istər jurnallarda olsun, istər qəzetlərdə olsun, istər internet səhifələrində olsun. Özlərini yəni belə qələmə verənlər də var və biz bunlardan da belə ara sıra rastlaşırıq. Yəni hədislərə ehtiyac. Çünki yenə az öncə onların qavrama, zehniyyət problemləri olduğundan dolayı da bu şeyləri gətirib ortaya çıxardılar. Hədis, Qur'an-ı Kərim birinci mənbəmizdir, məslərimizdir. Hədislər də ikinci mənbəmizdir, məslərimiz. Dolayısıyla, qardaşlar, Rəsulullahın sünnəsi bizi Qur'ana bağlayan, lakin Qur'anı möminlərə yaşatdıran bir qaynaqdır. Bunu unutmamalıyıq.
Ve aqul haza ve estağfiruhu innehu tevvabur rahim. Estağfirullah. İnned-din indellahil İslam. Elhamdülillah hamden kamilina ve salatu ve selamu ala seyyidina Muhammedin ve sahbihi ecmaîn ta'zimen li nebiyhi ve takrimen li safihi ve kâle azze ve celle min gâile muhbiren ve amire innallâhe ve melâiketu yusallûn alen nebî ya eyyühellezîne âmenû sallu aleyhi ve sellimu teslîme Allahümme salli ala seyyidina Muhammedin ve ala Muhammed kemâ salleyte ala İbrahim ve ala ali İbrahim Allahümme barik ala Muhammedin ve ala Muhammed kemâ barakte ala İbrahim ve ala ali İbrahim kemîdun Allahümme vardin hulefâ'r raşidin Seyyidil Ebu Bekir, Seyyidil Ömer, Seyyidil Osman, Seyyidil Ali ve bagiyetel haşeretel mübaşşire zül sidki vel vefai ve cemil muhacirin vel ansar ve men ittabim ile ye'mil ceza ve cemil mu'mine vel mu'minat vel muslimine vel muslimat alehyahum minhum vel amvat. Möhtərəm qardaşlar, değerli müminlər, xəstə olan qardaşlarımız var. Bir qardaşımızın anası xəstədir, bir qardaşımızın özü sabahlarım əməliyyata girəcək. İnşallah dua edək ki, Allah Məhəmməd ümmətindən xəstə olanlara şəfa versin. Bir qardaşlarımızın atası çox böyük sıxıntıdadır. Dua edən ki, Allah Teala da onu sıxıntıdan çıxarsın inşallah. Allah cəmi Məhəmməd ümmətindən xəstə olanlara şəfa versin, dərddə olanlara dəva versin, sıxıntıda olanlara da sıxıntıdan çıxarsın inşallah. Allahümme işfi ente şafi ve la şifa illa şifaka eşşifaka la yukadir sigma ya Rabbil alemin. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnallâhe ye'muru bil adli vel ihsani ve itâi zil qurbe ve yenha anil fahşai vel munkeri vel bagyi ya'izukum leallekum tezekkerun ve akimussalah innes salate tenha anil fahşai vel münker. Möhtərəm qardaşlar, dəyərli möminlər, Allah Teala bizi daimən ədalətli olmağı, yaxşılıq edib pislikdən çəkinməyi, başda qohum əqrabamız olmaqla insanlardan gözəl rəftar etməyi tövsiyə edir. Bütün bu əməllərimizə biz ibadətimizə nail olarıq. İbadətimizin başında da namaz gəlir. Namaza qalxan ki, namaz bizi bütün pislik və çirkinliklərdən çəkindirir inşallah. Allahu Ekber, Allahu Ekber.